Salam hörmətli tamaşaçılar, əziz Qarabağlılar, əziz Gəncəlilər və Göygöllülər. Hər birinizi salamlayıram. Mən bloger Orxan Şirinli. Bugün Göygöl rayonunun Xanyurdu qəsəbəsində Azərbaycanda ildə bir dəfə keçirilən, bu səfər isə 5-ci təşkil olunan Milli Yaylaq Festivalından hər birinizi salamlayıram. Hər il olduğu kimi bu ildə buraya çoxsaylı insanlar gəlib. Baxın, minlərlə insan ölkənin hər yerindən və eyni zamanda Türk dövlətlərindən məhz bu günləri Milli Yaylaq Festivalına çoxsaylı insanlar gəlib və burada hər dövlət öz mədəniyyətini, incəsənətini nümayiş etdirir. Burada bir çox sahələrdə müxtəlif əl işləri sərgilənir, suvenirlər, rəsm əsərləri və müxtəlif növ hədiyyəliklər sərgilənir. Hər biriniz bax bu istiqamətdən əldə edə bilərsiniz. Sağ istiqamətdə isə müxtəlif oyunlar, yarışmalar təşkil olunub. Hər dövlətin öz mədəniyyətinə uyğun yarışlar təşkil olunubdur. Baxın, insanlar necə əylənir. 24-dən 26-sına kimi hər biriniz bu möhtəşəm festivalda iştirak edə bilərsiniz. Bu möhtəşəm təbiətin qoynunda, dağın düz başında gözəl mənzərəli bir nöqtədə hər biriniz, necə deyərlər, bu festivalı izləmək üçün məhz burada ola bilərsiniz. Axşam radələrində isə burada möhtəşəm konsert proqramı təşkil olunacaq və yenə də bu festivalda hər dövlət öz mədəniyyətini, musiqisini burada necə deyərlər, sərgiləyəcəklər buraya gələn qonaqlara. Bura möhtəşəmdir. Hörmətli izləyicilər, indi yaxınlaşırıq. Bir dənə burada möhtəşəm bir səs-küy var, oynama, əyləncə var. Gəlin görək nə məsələdir burada. Davul, zurna, əyləncə, hər birisi buradadır. Baxın, müxtəlif ölkələrin nümayəndələri iştirak edir. Fərqli ölkələrin iştirakçıları buradadır. Hörmətli izləyicilər, burada hər ölkənin öz otağı var. Belə bayraqların sərgiləndiyi hər ölkənin özünün bir çadırı var. Və içəridə də həmin ölkənin adət-ənənəsinə uyğun əşyalar sərgilənir. İndi Türkiyə otağı bağlıdır, qardaş ölkəmiz. Və bu hissədə isə görürsünüz, orada Gürcüstanın otağı var. Yəni Gürcüstanın çadırı var. Orada bütün Türk dövlətlərinə mənsub deməli, bütün bayraqların sərgiləndiyi nöqtədə böyük çadır var. Orada isə, necə deyərlər, bütün ölkələrin mədəniyyətinin sərgiləndiyi bir çadırdır. İçərisində hər cür
nə istəsəz orada sərgilənir. Burada isə digər sahələr ki var, hansı ki o bisetkalar olan yer insanların əyləndiyi, istirahət etdiyi bir yerdir. Orada çay içə bilərlər, kofe içə bilərlər, kətə yeyə bilərlər, kebab yeyə bilərlər. Həmin sahədir bax o sahə. Digər sahə isə bildiyiniz kimi oyunların, əyləncələrin keçirildiyi və suvenirlərin, hədiyyəliklərin satıldığı bir bölgədir. İndi bir dənə də buranı göstərmək istəyirəm. Operatorumuz yaxınlaşsın. İndi biz hündürdəyik. Burada uşaq əyləncə zonası var. Müxtəlif yaş təbəqələrinə mənsub uşaqlar burada necə deyirlər, fərqli-fərqli əyləncəli oyunlarla vaxtlarını səmərəli keçirə bilirlər. Bax bu sahədə. Konsert olacaq demişdim axşam. Bax həmin konsertin olduğu ərazi isə buradır. İndi axşam radələrində burada möhtəşəm açılış konserti başlayacaq. Festivalın bilirsiniz ki bugün 24 iyul açılış günüdür və burada açılışa məxsus çox gözəl bir konsert proqramı təşkil olunacaq və eyni zamanda orada da dediyim kimi əyləncə zonası var. Göygöl rayonu Yeni Zot kəndinin ərazisində yerləşən Xanyurdu etno qəsəbəsində ənənə halını almış sayca 5-ci olan Milli Yaylaq Festivalına start verilib. Xanyurdu etno qəsəbəsindəki Xan çadırında xalçaçılıq sənəti sərgisi, sənətkarlıq güşəsi, milli idman növləri, oxatma, atçılıq, zorxana və s. etnospor, oxatma məşqləri, uşaqlar üçün güşə, konsert proqramı, aşıq musiqisi, folklor, tamaşalar, yorğa atlarının sərgisi, kəndirbazların və alov püskürdənlərin nümayişi, yaylaq süfrəsi və digər tematik sahələr təşkil olunub. Artıq festivalın ilk günündən etibarən Xanyurdu qəsəbəsində turist axını müşahidə edilir. Qeyd edək ki, festivalın rəsmi açılış mərasimi sabah olacaq. Şöyle yapar. Alo. Aşağıda kalıp Allah'a Arda var. Hazır varsa verin. Hazır var Özlem, əlli.
Bunların kıymeti ne yazıyor? Tepe yok. Elə də deyiləm, elə də. Ne dediğin ya? Ama esas da tatlı. Neye geldi? Yok.